Qurban Qurbanov və köməkçisi Çudomir Çakarov Barselonanın düşərgəsində olub. Hans Dieter Flick ilə görüşüblər. Julian Belletti ilə, Deco ilə görüşüb, söhbətləşiblər. Barselona Akademiyası ilə tanış olub, oradakı iş prinsipləri ilə tanış olub, aşağı yaş qrupları üzrə komandaların iş prinsipləri ilə tanış olub. Geniş bir təcrübə, praktika qazandığını bildirib Qurban müəllim. Sənin ötən verilişdə dediklərini demək olar ki, aşağı-yuxarı təkrarlayıb. Çünki burada deyir, əsas hörmət, əsas yanaşma əsas klubun strategiyası futbol fəlsəfəsidir. Sistemidir. Bu illərlə dəyişməyən bir sistemdir ki, hansı ki öz futbolçularını həmin bu sistemə uyğun elə bil uyğunlaşdırırlar. Gələnlər avtomatik bu sistemə oturuşmalıdır. Yəni biz belə oynayırıq qardaş. Bizim sistem budur. Gələn axtarış da həmin o sistemə uyğun futbolçularla bağlıdır. Gələnlər də mütləq həmin o sistemə uzlaşmalıdır. Futbolun özündə də bundan qabaqçı verilişdə dedim, hansı ki döyüşkən mübariz komanda düzəldilər və gələn futbolçu istəyirsən nə qədər texnik olğuyla yenə də səni döyüşməyə, vuruşmağa, cırışmağa meydançada. Yəni o şeyi yeridirlər sənin beynində və meydançada da baş məşqçi, klubun baş məşqçiləri həmin o A komandası necə oynayırsa aşağı liqa komandalarda, aşağı akademiyanın futbolçularda həmin o sistemə uyğun. Yəni Qurban müəllimin özü də yəni 3 gün orada olub, elə 3 gündən bəlkə də çox qalmaq istəyərdi. Çünki o 3 gün ərzində orada topladığı məlumat düzdür. Axırıncı dəfə deyir Guardiolanın Barselonasında olmuşdum. İndi də Flick bənzəyir amma. Oyun üslubları bənzəyir. Söhbət bir sənələr, yəni söhbət onda oxudum. Dedi ki, yəni o futbolçular meydançada komandanda sənin deyir ulduz olmaları, çox komandanda çox ulduz olmaları hardasa deyir nəsə komandanın mənfi təsir fəsadları var. O mənfi təsir göstərə bilər. Ancaq sən o sistemin varsa, sən o işi təbliğ edirsənsə, daha ulduzu nə qədər olur olan futbolçu gəlirsə, yəni o komanda gəlirsə, o onu beynində o analiz edib bilməlidir ki, mən gəlirəm və bu sistemdə başlayacağam oynamağa. Həmin o sistemə uyğun. Deyirik ki, Qarabağa mütləq hücumçu lazımdır. 9 taran tipli forvard lazımdır. Bir neçə futbolçunun adı, soyadı hallandı mediada. Vincent Abubakar, Kamerun millisinin üzvü, Beşiktaşda oynayan forvard. Eyni zamanda Albaniyanın Vora klubunun hücumçusu, Litva millisinin üzvü Manfredas Ruzgis Qarabağa keçə bilərdi xəbərlərini biz oxuduq, tanış olduq. Amma Qurban müəllim deyir ki, bu futbolçuların heç biri ilə biz danışıqlar aparmamışıq, aparmırıq da. Yəqin ki, şayələrdir. Ümumiyyətlə, bu söhbətlər çoxalacaq. Söhbətlər var, sən demiş. Kimsə götürür, fake informasiyanı yazır, hansısa bir ismi informasiya agentliyi, hansısa bir sayt. Filan kəsdən maraqlanır. Hamı da baxır, deyir, Abubakar Beşiktaşda oynayır və doğrudan da yaşlı olmağına baxmayaraq böyük təcrübəyə malikdir. Gəlib bəlkə kömək edə bilər. Sən oxuyursan, mən oxuyuram, mən oradan ona deyirəm, bu buradan buna deyir. Doğrudan gələrmi, gəlməz? Bir həftə ərzində məsələn bu müzakirə olunur. Axırda da müəllimin özü məsələn deyir ki, biz bunlarla heç danışmırıq. Yasin Benziya ilə bağlı deyir, təklifimizi göndərmişik, futbolçunun qərarını gözləyirik. Təkliflər də var başqa klublardan. Amma yəqin ki, Yasin Benziya gedəcək ki, Qurban müəllim deyir ki, biz həmin o futbolçunun mövqeyinə də axtarışlarımızı davam etdiririk. Yəni işini riskə atmaq istəmir. Konkret bəlli bir qərar yoxdur, cavab yoxdur. Əvvəlcədən də deyə bilmirlər də İsmail. Dəyərləndirilir də bu müddətdə. Hamıya çıxardım, kartlarımı çıxardım, qoyum ortalığa ki, Zubirlə bağladıq, Medina ilə bağladıq, Benziya da bizdədir, nə bilim, Kadidə qaldı, o birisi də Andrada'da qaldı, nəmlənənə. Bu şeyləri açıqlayıb demək istəmirlər hələ. Heç kim kartlarını çıxardıb ortalığa qoymur. Ona görə necə deyim, bir intriqa qalsınmı, maraq mı qalsın, ya özlərinin öz taktiki gedişləridirmi və yaxud da nəsə bir hansısa bir məlumatsa onu hələ vaxtı deyil ki, ismilərə bu informasiya agentliklərinə demək vaxtı deyil ki, ona görə də deyir ki, yəni hələ biz gözləyirik. Ona görə hansı mövqeyə futbolçu gətirəcəklər, hansı mövqelərdə boşluqlar var, çempionat sezon boyunda onlar hamısını götürüb otururlar, izləyirlər, analiz edirlər və nöqtə o transferlərini 100% yəni eləyəcəklər. Mən buna inanıram. Çünki transfer olunmasa, ehtiyac qamayan sənin belə güclü olmasa, hansısa bir Avropa oyununda sən çıxıb mərhələni adlayarsan, qrup mərhələsində düşərsən, yenə də qalarsan 15, 18, 20 futbolçunun əlində. Elədir. Onu da hansın ki o... Toral Bayramov deyir ki, biz daha iddialı olacaq Avrokuboklarda. Kadi Borqaş Çempionlar Liqasının əsas mərhələsindən dəm vurur.
Yəni biz əsas mərhələyə düşmək istəyirik. Yaxşı bir şeydir Əsas əslində məsələ bu. futbolçuların Hədəflər yaxşıdır və Azərbaycan klubunun futbolçularının belə iddialı açıqlamaları bizi sevindirir Çünki əslində. onlar öyrəşdiribdilər hamımızı ki, Avroliqanın qrupunda neçə illərdə oynayır, Konfrans liqasında neçə illərdə çıxış eləyirlər. Oca öyrəncəli olmuşuq deyən hansı ki, Chelsea-ni bura gətirir, Tottenham-ı bura gətirir, Qarabağ. Artıq elə bil daha da yaxşısını istəyir Azərbaycan milləti. Hansı ki, doğrudan da gözləyir bu Qarabağdan, doğrudan da gözləniləndir. Hansı ki, bu son illərdə göstərdiyi o performans, göstərdiyi futbol, yəni göz oxşayır və hamımız da doğrudan da istəyirik ki, ora gedib düşsünlər Liqa Çempionluğunun qrup mərhələsinə. Düşməkdən ötürü də sən futbolçuların beyninə yeritməlisən ki, qardaş orada oynayan səndən artıq deyil. Ola bilər səndən artıq pul alır, İngiltərə çempionatını oynayır. No futbolçu da sənin kimi eyni futbolçudur. Onun 3 dənə 3 başlı drakon deyil ki, sənin bir dənə başın var, onun 3 dənə başı. Eyni insanlar da sadəcə olaraq onlar daha professionaldır, yanaşmaları daha başqa cürdür. Yəni bizim onlara gedib çatmağımıza hələ neçə illər var, amma yenə də ona baxmayaraq Qarabağ göstərdiyi futbol, yəni o qədər Avropa komandaları olub ki, Avropada qan ötürürlər öz çempionatlarına, amma Qarabağ onları Yəni Qarabağın büdcəsindən qat-qat, hətta 10 qat, 15 qat, 20 qat artıq olan klublara qarşı necə oynayıb? Yəni Bayer Leverkusenlə Qarabağın büdcəsini biz müqayisə edə bilmərik də, yəni günü. Sadəcə olaraq psixoloji cəhətdən özünü kökləməlisən və yönəltməlisən o şeyə.